Salam əziz valideynlər, hər vaxtınız xeyirli olsun. Bu günləri sinifə cəmi 6-dan uşaq gedir. Müəllimə deyir ki, belə olmaz. Valideynlərə deyirlər uşaqları sinifə göndərsinlər. Yəni zəhmət olmasa bunu şey eləyin də, bütün sinif xəstə ola bilməz ki. Məsə şükür Allaha, nəcəb qrip pulu yığmadın. Məsə uşaq yanır 40 qradus. Qızma, qaytarma, qusma. Hər nə mənim uşaq mən göndərə bilmərəm, başqasının uşağına keçər deyən müəlliməyə də demişəm ki, gəlməyəcək. Yəni ailəmizə ölürük hamımıza. Covid'in başqa cürəsidir. Bu Covid bundan yaxşı idi. Nə dad birlik, iyi birlik, qoxu birlik, heç nə bilmirik ya. Bəlkə ailəmizə it veririk, bir-birimizdən iyi hiss eləmirik. O vəziyyətləri yəni biz qətiyə göndərə bilmərəm, mümkündür. Əsmə, mən özüm nevropatolog adamam, nevrim çatlayır da, nevrim tezliyi çatlayır. İnanırsan ki, sap sağlam uşaq göndərmişəm məktəbə. Bu günləri titriyə evə qayıdıb. Bu uşağınız xəstədir, göndərməyin məktəbədə. Sağlam uşaq göndərmişəm, bir vezdala qayıdıb. Uşaq titrəməklə salmışam onu yorğan döşəyə, tərrədmişəm onu. Çıxmır. Bu girən çıxmır. Türkün məsələ. Uşaq bir vəziyyətdə müsibət. Day uşağa nələr eləmirəm. Mən uşağı necə göndərim məktəbə? Necə göndərim? Sağlam göndərdim, xəstəliklə gəldi. Bu uşaq xəstəli uşağı, kimin uşağı xəstə gəldi ki, bütün sinifə yayıldı bu. Kimə deyək biz bunu? Bunu bir qarşısı alınmalıdır, yoxsa yox? Mən Əlibalanı göndərmişəm, baba şaqqıldayır. İnanırsan, biz il boyu portakal, mandarini evdə baba var ha. Meşok, yeşil, baçok alıram. Sıxırı yiyir. Şeyi çox yiyim, portakalları çox yiyim. Babaya baş haqqılı. İndiyə nə qədər qoymamışım onun yanından yer keçər. Ona görə hər baş haqqılıyım. Yo biz göndərdik. Əlibala sinifin nümunəsidir deyə Əlibala gedər. Göndərin uşaqlarınızı heç nə olmaz. Keçən dəfə dediniz qurtsun analiz verəcəklər. O qurd analizini verdiniz yoxsa indi verəcəyik? Haçan veririk o qurd analizini? Sən mənə də girib çıxmır. Çıxan kimi uşağı göndərirəm. Məktəbə gedir, gripi götürür, gəlir. Cəmaatın uşağı beynin dərsdən doldurur, gəlir. Bunun burnu başı dolur, gəlir. Kimə deyim dərdimi? İstədim direktora şikayət eləyəm ki, sinifimizdə grip var, çıxardın onu. Bu grip bizim sinifdədir. Nədir? Bəlkə Azərbaycana bizim sinifdən yayılır. Bu nədir axı? Bizim instrumentimiz aşağıdır, nəyimiz aşağıdır? Onu deyə də bilmirəm. Həkimə getdim, dedi instrumentin aşağıdır. Dedim, məndə var ki, instrument nədir? Dedim, instrument nədir? O instrument nədir? O məndə aşağıdır, bilmirəm. Ondandır, nədəndir? Gripi tez girir mənə. Türkün məsələ. Əldən uşağa iynə dərman eləyərdi. Sirkə ilə o aspirin tökün onun içinə. Aspirin, sirkənin içinə aspirin. Uşağın bütün bədəni elə. Bas yorğanın altına. Uşaq belə olsa qət təzə. Biz əzəldən uşaq həkimə aparmır. Mənim gəlinim uşağın yanına yel çəkir, uşağı məktəbə aparmır. Nə var ki, uşaq elə məktəbdə sağalacaqlar. Uşaqlar, indiki uşaqları siz saxlaya bilmirsiniz. Biz nələr eləmişik o vaxtı. Nələr, 10 dənə kalqotka yuyardım, bir gündə qurudardım. İndikilər bu yanlarından yekisi uşaq xəstələri məktəbə qoymurlar. Bizimki 40 qradusdan getdi məktəbə. Nə olacaq? Oğlan uşağıdır, qoyar yollarda sağalsın. Uşağa belə əzizləməyin. Uşağı əzizləyəndə elə belə olur. Belə olur. Məktəbdə grip olar da. Gripsiz məktəbin nədadır? Bizi də böyük sinifdə oğlum ki, onlar da grip olublar. Belə olur. Vallahi belə olur. İnstrumentör, imbatrementdə nədirsə odur da insanda bir İnstrument, instrumentimiz düşüb aşağıdırsa, bu sinifə girəni bizdə instrument qaldı. Nə oldu sinifdə qoydu deyə bu başqa bir şey deyə bu impalampıntımız qalxır. Nəyimiz düşürsə ondandır. Vay bizdə də saray. Sağalmırıq saray. Dəhşətli bir şeydir. Bankası ilə deyə dalıma baxsına. Kürəyim bütün banka izləridir. Banka qoydur, bankada 3 kilo banka qoyduracam axır özümə bəlkə çıxar. Necə göndərək xəstə uşağı? Necə? Mənki də bir yox getib titrədmə ilə qayıdıb dolanır. Ana ölürəm titrədmədən. Ölürəm. Neçə dərsdən çıxacaqlar? Zəhmət olmasa onu deyərdiniz də. Siz bunlar hamımız o Covid iynəsi vurdur deyə. Ondan sonra oldu. Yaddaşlarımız, zadımız hamısı etdi. Yanımızdan yer çizən kimi xəstələnirdi. Nə oldu? Coviddən peyvənddən oldu hamımıza. Mənim qızımıza çıxardıb gəlməyəcək. Həkim deyib 40 gün buraxma evdən. Sonra ona görə qızınızaya görə biz gələ bilmərik.